Xoş gördük. Bu günləri artıq 4-cü gündür mən acığa davam edirəm. O biri günlərdə olduğu kimi bugün də özümü çox yaxşı hiss edirəm. Rahatam. İstədiyim kimi də fəaliyyətimi davam edirəm və tərəzidə mənə göstərən o rəqəmlər mən biraz daha əhval-ruhiyyəmi qaldırır. Ona görə də yəni bunu hələ də uzada gedəcəm. Nə qədər gedəcək onu artıq biz sizinlə bir yerdə görəcəyik inşallah. Deməli, mən keto barəsində danışmışdım. Ketoz vəziyyətinin necə olduğu barəsində məlumat vermişəm. Bu günlərdə biləsiniz ki, keton nə olan şeydir, ketoz vəziyyəti nə olan şeydir. Ketoz vəziyyəti yəni yağların yanması, parçalanması zamanı əmələ gəlir. Çünki orqanizmə enerji lazım olur və hüceyrələr o enerjini tələb etdiyi zaman yağlar yanır, parçalanır və hüceyrələrin içinə daxil olub ona enerji kimi kömək edir və enerji kimi istifadə olunur. Orqanizm rahat şəkildə həyatını davam edə bilsin. Bu vəziyyətə düşmək üçünsə, yağların yanması prosesinin başlaması üçünsə, yəni bu dediyimiz aralıq aclığını yəni həyata keçirmək lazımdır. Bunun adını biz ketoz deyirik. Çünki 2 dəfə gündə qidalanır, 1 saat. Bir də günorta, bir də axşam saat 5-də və ondan sonra atışdırma da yoxdur. Nəyə görə yoxdur? Səbəb odur ki, yəni hər hansı bir əlavə atışdırma olunsa arada, çünki insülin hormonun ifraz olunmasına səbəb olur və insülin nə qədər çox olsa, nə qədər çox istifadə olunsa, nə qədər çox ifraz olunsa, o qədər yəni ketozda qalmaq çətinləşir və yağın yanması prosesi dayanır. Biz maksimum dərəcədə insülinin ifrazını azaltmalıyıq ki, o demək olar ki, sakit yerində dayansın və ona ehtiyac olmasın. Bax, bu belə bir şeydir. Yəni, yağ yandı, hüceyrələr onu enerji olaraq öz içinə aldı və enerji qaynağı olaraq istifadə elədi. O qədər. Və ümumi sonuçda görürsən ki, yağlar əriyə-əriyə nə olur? Yəni, orqanizmin çəkisi azalır. Orqanizm sağalmağa başlayır. Çünki yağ hüceyrələri özündə çox zərərli maddələri saxlayırlar. Toparlaşıb bilirlər, iltihabi vəziyyət əmələ gətirirlər. Mən gələcəkdə insülin direnci barəsində danışacağım və bu yağların ona necə səbəb olduğunu deyəcəm və nəyə görə həmin o hüceyrələr o insülini özünə qəbul etmir ki, daşıyıcı olaraq, insülin daşıyıcı olaraq öz fəaliyyətini həyata keçirə bilsin. Bunu eləyə bilmir və o barədə mən deyəcəm sizə o necə bir şeydir. İndi isə ketonun hansı formada istifadə edəcəyiz onu deyim sizə. Günorta saat 1-də, axşam saat 5-də 2 dəfə özünüzün qida vaxtı təyin eləyin. Sırf həmin vaxtı qidalanın. Başqa vaxtı dilinizə heç nə vurmayın. Sadəcə su içə bilərsiniz, minerallar içə bilərsiniz. Bunu demişsiniz. Deməli, qidanın içində nədir? İlk növbədə kletçatka, göyərti, yəni liflər. Bunu bir qabın içində özünüzün yeyə bildiyiniz qədər və sevdiyiniz göyərtiləri doğrayın. Pendir, kənd pendiri, ağ pendir, yəni tərkibi organik olanlardan söhbət gedir də, maksimum dərəcədə organik olan. Onu doğrayın içinə və zeytun yağı əlavə edin, qarışdırın. Bu sizin ayrıca bir qida olaraq daimi yanınızda hər bir qida zamanı ki, o qidaları yedir, o da sizin yanınızda olmalıdır. Bol şəkildə yeyin ki, bağırsaq floranızı və orqanizmə lazım olan kletçatkanın lifləri lazım olan qədərini sizə verə bilsin. Və çox faydalı bir şeydir. Bu barədə açın, oxuyun, internetdən özünüz görəcəksiniz. Sonra ətdir, qızardılmış ətdir, istəyir burada mal əti olsun, istəyir toyuq əti olsun, quş əti olsun, balıq əti olsun, yağlı və yağlı yerlərini qızardılmış şəkildə sizi doydura bilsin. Yəni cızbız belə eləyə bilərsiniz. Ciyər, nə bilim, peteneyi filan hər
hər şey bir yerdə. Yəni çox belə dadlı, ləzzətli şəkildə eləməlisiniz yeməyi ki, sizi doyursun. Oradakı yağlar doymuş yağlardır və onlar sizi mütləq doyduracaq. Yəni bunu siz bu formada əgər eləsəz, bunun necə sizi doydurduğunuzu özünüz görəcəksiniz. Yəni ehtiyac olmayacaq çörəyə, nə bilim, düyüyə və başqa karbohidratlara. Karbohidrat ümumiyyətlə tamamilə olmamalıdır. Və yumurta, bir neçə dənə də yumurta ola bilər. Onu da qızarmış şəkildə qəşəng kərə yağında qızardın, gözəl təbii kərə yağında qızardın. Əti də eyni qaydada. Onu da yeyin, bunu da yeyin. Bir stəkan da doğğa saxlayın daima yanınızda. Yəni bu sizin bağırsaqlarınızı yumşaq salmağa çox gözəl təsir göstərəcək. Yəni əlavə artıq hər hansı bir dərmana falan belə şeylərə ehtiyac olmayacaq. Çünki proses doğru gedəndən sonra bağırsaqlarda olan gedişat da öz qaydasında olacaq və ishal əmələ gəlməyəcək. Bunu yediniz, bitirdiniz. Sonda, ən sonda, yəni siz çərəz istifadə etməlisiniz. Çərəzlər də ən yağlı çərəzlər olmalıdır. Bunların ən üstü olan pikantadır. Yəni Yapon qozu Cənubi zonamızda olur. Çox gözəl bir qozdur. Yəni orada glikemik indeks məsələsi var. Bunun yağlılığının karbohidratla arasında olan yağlılıq, karbohidrat və protein indeksi arasında bu ən yüksək yağı olandır. Ən yüksək. Və faydalılıq baxımından da ən yaxşısıdır. Çünki tərkibində proteini də çoxdur, yağı da çoxdur, amma karbohidratı çox azdır. Obruslarla müqayisədə, deyim ki, məsəl üçün püstə ilə müqayisədə, antep fıstığı ilə müqayisədə bunda glikemik indeks daha yüksəkdir. Ona görə də yəni o bizim üçün daha faydalıdır. Və ondan sonra əgər bu yoxdursa və yaxud varsa yanında həm də Yunan qozu, adi bizdə normal qozlar hansı ki yetişir, onu Yunan qozu deyirlər. O da onun da yağ çox tərkibində və antep fıstığı da eyni qaydada. O da həmin püstələrin içində, çərəzlərin içində olması çox gözəldir. Çünki siz ondan hərəsindən 3 dənə, 5 dənə, 10 dənə yediyiniz zaman o istəyinizi öldürəcəksiniz, o da sakitləşəcək və bol miqdarda istədiyiniz yağı da yığa biləcəksiniz ki, sizi doydursun və siz doyandan sonra artıq rahat şəkildə ondan sonra durub gedib işinizi, gücünüzü görə bilərsiniz. Hətta bunların əzməsini eləyə bilsəz, əzmə olan zaman 1-2 qaşıq məsələn onu çayla içəndə belə görürsən ki, rahat şəkildə bir doyuma verir sənə, yəni doydurur orqanizmdə, aclıq səviyyəsini çox aşağı salır. Eyni qaydada da məsəl üçün axşam saat 5-də də eyni formada təkrar edə bilərsiniz, əti dəyişə bilərsiniz, məsəl üçün toyuq ətinə, toyuq balığa və yaxud da belə yerlərini dəyişə bilərsiniz, bir gün toyuq yeyə bilərsiniz, bir gün ət yeyə bilərsiniz, bir gün balıq yeyə bilərsiniz və belə bu formada bunların yerini variasiya edilir. Bu artıq sizin özünüzdə qalır. 2 dəfə qidalanırsınız və ondan sonra yalnız su için və çay da içə bilərsiniz, yaşıl çay da içə bilərsiniz, kofe də içə bilərsiniz. Zamanlamanı düzgün eləmək şərtilə axşama salmayın əlbəttə ki. Suyu və mineral sulardakı bol şəkildə nə qədər orqanizm sizdən tələb edir, elə də içə bilərsiniz. Bax belə. Yəni ketoda qalın, ketoda qala-qala artıq yağ yanma prosesi başlayacaq. Ketoz sizə onu artıq çevirəcək ona. Bunun o yan yanı yoxdur. Çünki karbohidrat və şəkəri qəbul etmirsiniz və bu artıq proses gedir bura. Yəni autofaqa prosesinə gəlib çata bilmərsiniz, onun üçün çatmasını siz gərək ac qalasınız. O sizə hələ ki, yəni ki, təcrübənizə sonradan gələcəkdə lazım olarsa, artıq mən o barədə sizə əyani şəkildə göstərirəm və danışıram. Amma siz artıq bununla başlayın ki, proses geçsin və yavaş-yavaş orqanizm onu öyrəşdirəsiniz. Belə. Müəyyən məlumatları yenə sizə verdim keto barəsində. Bundan sonra da yenə danışacağıq, yenə də incəliklər barəsində danışacağım. Suallarınızı kommentarlarda yazın, mən suallarınızı oxuyum. Əlavə nə suallarınız olarsa, nə fikriniz varsa, nə barəsində danışmaq lazımdırsa bu temada yenə də sizinlə bölüşə bilərəm. Oldu. Sağ olun, özünüzə müğayət olun, sağlam olasınız.